Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 30 iyul 2026-cı il. Mən sizə nəyi bildirmək istəyirəm? Bugündən belə bir kampaniyaya başlamaq istəyirəm. Kampaniya bu ilin sonuna qədər davam eləyəcək. Çox sayda üzüm tingləri var. Çox sayda sortların tingləri var. Hal-hazırda bir 100-dən yuxarı sortun hazır tingləri var. Baxın, gördüyünüz bu formada köklü, yarpaqlı, torpaqlı, yəni çox sayda var. Bir 1000-dən yuxarı ting var hal-hazırda həyətdə. Belə bir kampaniya keçirdirəm. Dediyim kimi ilin sonuna qədər bu kampaniya davam eləyəcək. Ondan sonrasına baxarıq. Kampaniya nədir? 10 sort, istədiyiniz sortu sifariş verirsiniz. Hal-hazırda olan sortlardan gəlib apara bilərsiniz. 10 sort demək, baxın, belə tinglər verilir sizə və 11-ci avatar sortu üstündə hədiyyə verilir. Tingin biri düşür 9 manata. İnsanların çox adam yazır mənə, görürəm, almaq istəyir, imkan yol vermir, vəziyyət o deyil. Mən də sizin kimi bir təbəqədənəm, yəni yüksək bir təbəqədən deyiləm. Ən aşağı təbəqədə olan insanlardan biriyəm və mən bunu başa düşürəm. Təəssüf ki, məndə o boyda imkan yoxdur ki, mən yəni bunları ucuz verəm. Yəni çox sayda yerim olsaydı, həyətim böyük olsaydı, böyük bağlarım olsaydı, təbii ki, mən bunları daha ucuz verərdim və daha çox qazanardım. Məcburiyyətdən balaca bir həyətdə, yəni bunları yetişdirmək, bunların qulluğu böyük zaman tələb eləyir, böyük əmək tələb eləyir. Və bu insanları mən hamısını başa düşürəm, dediyim kimi. İnsanları mən görürəm, almaq istəyirlər, sadəcə imkan yol vermir. Dediyim kimi, mən də buna qərara gəldim ki, belə bir kampaniya keçirdim. Yəni 10 ting alırsınız, üstündə bir dənə avatar tingi hədiyyə məndən. Tingin biri düşür 9 manata. İstədsəz, yəni hal-hazırda olmayan sortları da sifariş verə bilirsiniz, behləşirsiniz, həmən qayda ilə 10 dənə sortun hansı varsa indi götürürsünüz, hansı yoxdursa sifariş verirsiniz, payızda olanı payızda verirəm, yazda olanı yazda verirəm, eyni şərtlərlə. Demək, burada söhbət nədən gedir? Demək, gördüyünüz kimi, bax dedim, tinglər bu formadadırlar, belə qablardadırlar, güclü kök sistemi iləndirlər. Bunlar artıq tam bişmiş köklərdir, yəni tam adaptasiya olunmuş köklərdir. Sadəcə bu balaca qabda günü-gündən inkişaf eləyirsə, yəni torpaqda daha yaxşı inkişaf eləyər. Plus müştərilər əgər indi aparsalar, bunların hamısı gün yanığına qarşı xüsusi preparatlarla çiləmə olunacaq, ondan sonra müştəriyə veriləcək və yaxud da bu vaxtı əkməkdən çəkinir bəzi insanlar, narahat olur ki, aparacaq, yanacaq. Onlar da gəlib bron eləyə bilərlər ki, mənim malım budur, pulum budur, payızda mən tinglərimi götürəcəyim sizdən. Və yaxud sifariş verirəm, hal-hazırda olmayan tinglərin filan da payızda götürəcəyim və yaxud yazda götürəcəyim. Yəni, belə bir kampaniya aktiv olur bugündən, dostlar. Bu qədər maraqlı olan insanlar müraciət eləyə bilərlər.